Hə. Yaxşı, indi gəlirik, keçirik uşaqlar. Deməli, bu hissələr danışdıq. İndi gəlirik, keçirik alınması haqqında danışıram. Yazıram, alınması. Və bilirsiniz də uşaqlar, istənilən maddənin həm sənayedə alınma üsulu olur, həm bax, niyə yenə belə eləyir bu? Aha, həm sənayedə deməli alınma üsulu olur, həm də laboratoriyada. İlk öncə uşaqlar başlayırıq alınması. Burdan da yazıram harda? Sənayedə. İlk öncə sənayedə necə alınır? Ondan danışaq. Sənaye. Aha. Görün uşaqlar, sənayedə bu alkanlar necə alınır? Uşaqlar, birinci alınma üsulu bildiyiniz elə sözdür uşaqlar. Yəni sözlə. Deyirsiniz ki, neftin fraksiyalı distilləsi. Vsyo. Neftin fraksiyalı distilləsi ilə distilləsindən. Neftin fraksiyalı distilləsindən. Vsyo. Uşaqlar, bu birinci alınması da dediyim kimi sözlə bilsəz kifayətdir. Necə alır uşaqlar dedik? Neftin fraksiyalı distilləsindən alınır. Və uşaqlar, elə belə yazdım. Uşaqlar, bu neftin fraksiyalı distilləsi fiziki üsul sayılır. Düzdür, lazım olmaz, amma yenə də dedim. Aha. İndi gəlirik keçir uşaqlar nədən danışırıq? İkinci alınma üsulu. Uşaqlar, ikinci alınma üsulumuz belədir. Bizim 2 dənə üzvü maddəmiz var. Biz hələ ki onları tanımırıq. Həmin üzvü maddələri neynəmirik? Hələ ki tanımırıq, amma tanımasaq da uşaqlar, biz artıq öyrənməliyik yavaş-yavaş. Çünki testlərimizdə işləyəndə orada lazım olacaq. Ona görə öyrənməliyik. Uşaqlar, belə bir üzvü birləşmə var. Şəklini baxın sizin üçün çəkirəm. Şəkli belədir. Altıbucaqlı çəkirsiniz. Altıbucaqlı çəkirsiniz. Uşaqlar, içinə bir dənə dairə qoyursunuz. Çox detallı danışmaq istəmirəm. O mövzuya gələndə danışacağam. Bu pi rabitəni olduğunu göstərir. Nə göstərir? Ortadakı dairə pi rabitəni göstərir. Bax, bu formada belə bir birləşmə çəkirəm. Əslində mənki biraz paxlavaya oxşadı uşaqlar. Belə olmur da, biraz daha yığcam olur. Aha, deməli bunu çəkdim. Bu birləşmənin adı uşaqlar formulu belədir. C6 H6 adı isə uşaqlar benzoldur. Baxın, əzbərləyirik. Deməli, belə bir birləşməmiz var. Altıbucaqlı çəkirik. İçərisinin ortasına bir dənə dairə, yəni pi rabitəmizi qoyuruq. Formulu belədir uşaqlar. C6H6. Adı da benzoldur. Bunun üzərinə gəlirik 3 mol hidrogen. Uşaqlar, 3 mol hidrogen neçə hidrogen atomudur? 3 vurulsun 2. Yəni 6 dənə hidrogen atomudur. Onda gəlin formulu birinci tapaq. C6-da 6 hidrogen var idi. Üstünə bir 6 dənəsi də gələndə formulu necə olur uşaqlar? C6H neçə? 12 olur da, düzdürmü? İndi gəlin forması bəs necə uşaqlar? Həmin şeylər təzədən köçürülür. Bax, üstünə hidrogen gələndə təzədən həmin şeylər köçürülür. Biraz balaca olmadı. Mən biraz uzun çəkmişəm. Eybi olsun. Hə, çəkildi. Bir dənə fərq nədir uşaqlar? Bax, buradakı pi rabitə yoxdur, qırılır. Bax, buradakı dairə var. Dedim, pi rabitəni göstərir. Neçə dənə pi rabitə olduğunu göstərir? Ortadakı dairə bu birləşmədə 3 dənə pi rabitə olduğunu göstərir. Və mən bura 3 dənə, yəni 3 mol hidrogen gələndə pi rabitə uşaqlar qırılır. Heç nə qalmır. Gördünüz? Formulda belədir. 6 hidrogeni də 6 dənəsi də gəldi. Oldu neçə dənə? 12 dənə. Bəs bu birləşməni biz indi öyrəndik, təzə keçdik. Altıbucaqlı çəkəndə bunun adı nə olurdu? Siklo nə? Sikloheksan. Deməli, bunun adı nə olur? Sikloheksan. Yəni, onda biraz qısaldım, nə demək istəyirəm? Şolar, benzolun üzərinə 3 mol hidrogen gələndə molun fikir verin. Buna bağlı məsələlər düşə bilər. Məsələn, deyək ki, benzol maddəsindən sikloheksan alınıb. Nə bilim, o reaksiya zamanı hidrogeni məsələn miqdarı filan qədər idi, filan maddə miqdarı bəs nə qədər olar? Yəni bu tip suallarda əmsalı bilməz. Ümumiyyətlə əmsal 2, 3, 4 olanda onlara mütləq şəkildə fikir verin. Oradan sizə sual verə bilərlər. Yəni onunla bağlı məsələ suallar. Benzolun üzərinə, yəni C6H6-nın üzərinə 3 mol hidrogen gələndə C6H12, yəni sikloheksan aldım. Benzol 6 bucaqlıdır. Ortasında bir dənə pi rabitəni göstərən dairə var. Sikloheksanında isə həmin o rabitə artıq qırılmış şəkildə, yəni yoxdur, itib. Bəs ikinci alınma üsulu necədir? Bunun davamı sayılır. Əslində ikinci sayılmır.
Yəni ikinci alınma üsulunu da sizə deyim. Deməli uşaqlar, ikinci alınma üsulumuz isə belədir. Deməli biz yazırıq. İndi artıq deməli benzolu öyrəndik. İndi isə toluol öyrədirəm. Toluol bəs necədir uşaqlar? Toluolda da yenə altıbucaqlı çəkirsiz. Baxın, yenə altıbucaqlı çəkirsiz toluolda. Baxın, yenə altıbucaqlı çəkirs, biraz səliqəsiz çəkə bilərəm. Amma uşaqlar, bir dənə fərqi nədən ibarətdir? Bir dənə gözlüyüm bunun. Aşağı çəkin biraz. Hə. Deməli uşaqlar, toluol necədir? Yenə də altıbucaqlı çəkirəm uşaqlar. Altıbucaqdan başqa hər şey yoxdur, amma nəzərə saxlayın, bu altıbucaqlıdır. Ortasına bir dənə yenə pi rabitəmi qoyuram, halqamı çəkirəm. Yuxarısına uşaqlar yazıram CH3. Formulu belədir. C7 C7H8-dir. Formulu necədir bunun? C7H8. Uşaqlar, adı da toluoldur. Baxın. Toluol. Adı nədir bunun? Toluol. Yenə bunun da üstünə 3 mol hidrogen gəlirəm. Yenə nə baş verəcək? Bax, həmin şeyi olduğu kimi köçürdürəm. Heç bir dəyişiklik etmədən olduğu kimi köçürdürəm. Yuxarısındakı CH3-ü də hətta yazıram. Bir dənə tək nədir? Bu rabitə var, ortadakı pi rabitə dair. Onu qırdım. Çünki 3 mol hidrogen gəlir həmin o rabitəni qırır. İndi formulu bəs necə olacaq bunun? Uşaqlar, 8 dənə hidrogen var idi. 3 rusun 2, yəni 6 dənəsini də gəldi. Neçə hidrogen idi? 14 dənə. Karbon dəyişmədi. C7H neçə oldu? 14. Bəs bunun adı nədir? Uşaqlar, bunun da adı bunun adı. Deməli, biz bunu bayaqlar öyrəndikdə kənardakı radikalımızın adı nədir? CH3-ün adı metildir, düzdürmü? Əsas zəncirimizdə də uşaqlar dedi ki, neçə dənə karbon var? 6 dənə. 6 onda nə deyildi? Sikloheksan. Uşaqlar, bunu əzbər bilin. Bu bizə dehidrogenləşmədə də lazım olacaq. Bir də sizə təkrar edirəm uşaqlar. Sənayedə alınma üsulu belədir. Deyirik ki, bir dəfə götürürük benzol. Uşaqlar, bir dənə baxım görüm. Zoom yoxdurmu? Biraz kiçilmək istəyirəm miqyası. Aha, burada da yoxdur. Burada da hər şey var. Aysa, biraz balacalaşdırım. Hə, baxın uşaqlar, bir dənə göstərim, sonra böyüdəcəm. Deməli uşaqlar, baxın. Dedik ki, götürürük benzol, yəni C6H6. Formulunu da əzbər bilin, adını da, şəklində hamısı, yəni formulu necədir, qrafik formulu, sonra adını da hamısını bilin. C6H6-da 6 bucaqlı çəkdim, içində dairəsini də çəkdim, yəni pi sistemini də qoydum, pi rabitəsini qoydum. Üstünə 3 mol hidrogen gəldim, yəni 6 dənə hidrogen gəldim. 6 hidrogen var idi. 6'sını da gəldim. Oldu C6H12. Bir dənə pi rabitəm qırıldı. Всё. Adı da oldu sikloheksan. Çünki 6 dənə nöqtə var. 6 bucağıdır. Ona görə sikloheksan dedim. Bir səfər də öyrəndim toluol. Toluol bəs necə yazılır? 6 bucağını çəkirsiniz. Yuxarısına bir dənə CH3 yazıb ortasına pi sistemini qoyursunuz. Formul C7H8-dir. Üstünə 3 mol hidrogen gələndə, yəni 6 dənə hidrogen gələndə 8-i var, 6'sında gələndə 14 edir. Yəni C7H14. Formulu necə olacaq? Yuxarıda CH3 radikalının adı nə idi? Metil. Əsas zəncir 6 bucaqlı olduğuna görə sikloheksan deyirik. Всё, qurtardı. Bu da oldu uşaqlar bunun. Aha. Bu da oldu uşaqlar bunun nədə alınması? Sənayedə alınması. İndi isə gəlirəm, keçirəm laboratoriyada alınma üsulu haqqında danışıram. Deməli, laboratoriyada alınma üsulu. Yazıram. Bu danışdıqlarım öyrətdiyim sənayedə alınma üsulu. İndi laboratoriyada alınma üsuluna baxaq uşaqlar. Laboratoriya. Laboratoriyada alınması. Uşaqlar, gəlin görə bəs laboratoriyada alınması necədir? Laboratoriyada alınması uşaqlar belədir. Yalnızca bunu. Hə. Silək. Biraz çox yerimiz. Oy. Qələmi biraz böyüdüm. Hə. Yaxşı, getdim. Deməli, uşaqlar, laboratoriyada alınması. Birinci uşaqlar sözlə yazın sxemi deyin. Sonra nümunələr. Uşaqlar, laboratoriyada almaq üçün dihalogenli birləşmələrin üzərinə dihalogenli birləşmənin üzərinə ya natrium, ya maqnezium,
Ya da uşaqlar, sink gəlirik. Baxın, dihalogenli birləşmənin üzərinə ya natrium, ya maqnezium, ya da sink. Və bir dənə altdan qeyd yazıram. Qeydim belədir. Qeyd. Uşaqlar, yadınızı saxlayın. Dihalogenli birləşmə nə deməkdir? Yəni 2 dənə halogeni olan birləşmə. Halogenlərimiz də bilirsiniz də hansılardır? Xlordur, bromdur, yoddur. Fluor da var, amma burada üzvü maddələr yanında fluordan istifadə olunmur. Ya xlor olur, ya da brom. Heç yod da görməyəcəksiniz. Ən çox xlorla brom görəcəksiniz halogen olaraq. Dihalogenli birləşmə o deməkdir ki, yəni həmin birləşmədə 2 dənə halogen var. Şöyle o halogenlər, baxın yadınızı saxlayın. Buradan yazdım, bunu tamamlayayım. Deməli ki, halogenli birləşmənin üzərinə bunlar gələndə alınır sikloheksan. Üzr istəyirəm, sikloalkan. Alınır nə uşaqlar? Sikloalkan. Sikloalkan alınır uşaqlar. Nə zaman bu alınır? Yazıram. Halogen atomları. Dəqiqə. Halogen atomları bir-birindən məsafəli olduqda. Yadınızı saxlayın uşaqlar. Bunun qarşıdakı tərəfi nədir? Dihalogenli birləşmənin üzərinə maqnezium, sink gələndə uşaqlar alken də alına bilər, başqa bir sinifdə alına bilər. Baxın, dihalogenli birləşmənin üzərinə həm maqnezium, sink, natrium gələndə həm sikloalkan alına bilər. Həmçinin uşaqlar alken alına bilər. Məncə biz hardan biləcəyik bəs hansı alınmalı? Dediyim kimi, halogen atomları əgər bir-birinin yanındadırsa, yəni bir-birinin halogen atomları yan-yanadırsa uşaqlar, məsələn, biri birincidə, digəri də ikincidə olanı, yəni yan-yana olduqda o zaman alken alınacaq uşaqlar. Alken. Amma yox, məsafəli olanda, məsələn, biri birincidədir, digəri üçüncüdədir. Yan-yana deyirlər ki, məsələn, biri ikincidədir, digəri 4-dədir. Biri ikincidədir, bir digəri 5-dədir. Yəni məsafəlidirsə, onda sikloalkan alınacaq. Yenə deyirəm, halogenlər yan-yanadır. Biri birincidə, digəri ikincidədir. Ya da biri ikincidə, digəri üçüncüdədirsə, yəni yan-yanadırsa, onda alken alınacaq. O başqa sinirdə, onu keçməmişik. Amma yox, məsafəli olsa, biri birincidə, digəri üçüncüdə, biri ikincidə, digəri dördüncüdə olanda, onda orada alken, üzr istəyirəm, sikloalkan alınacaq. Gəlin ikisini ayrı nümunə göstərim. Alkenin reaksiyasında nə alındığını yazmayacağam. Çünki mövzumuz zaten onunla bağlı yəqin ki, bir şey istəməzlər. Sadəcə belə soruşarlar ki, hansında sikloalkan alınmaz, yəni alken alınar. O da nə zaman alınacağını deyəcəm ki, yəni nə alındığını bilməyə hələ ki ehtiyac yoxdur. Təbii ki, keçəndə öyrənəcək ki, nə alınır. Məsələn, bir dənə sual yazdıram uşaqlar, baxın. Uşaqlar, burada halogen atomları xlorda, düzdürmü? Halogen atomları neçəncilərə birləşirlər uşaqlar? Neçəncə, bir dənə qoy bunu biraz səliqəli yazım uşaqlar. Bir dəqiqə. Altından yazdım. Halogen atomlar neçəncə? Biri birinciyə, bu ikinci olsa, bu da üçüncü olsa, neçənciyə birləşiblər? Biri birə, digər üçə. Məsafəlidirlər, yoxsa yan-yanadırlar? Uşaqlar, məsafəlidirlər də. 1-lə 3 yan-yana sayılmır ki, məsafəlidir. Məsafəli olanda nə alınacaq? Sikloalkan. Reaksiya belə gedir. Baxın, uşaqlar, maqnezium gəlir buradakı, yəni metal gəlir halogenlərin hər ikisini götürür. Baxın, halogenlərin hər ikisini götürür. Birləşir, nə əmələ gətirir? Hansı birləşmə əmələ gətirəcək? Maqneziumdan 2 dənə xlor birləşir, olur maqnezium xlor 2.
Bir də uşaqlar, bax yerdə nə qədər karbon qaldı? Yəni bu xlordan bu xlora neçə karbon var idi? 3 dənə. Ona görə neçə bucaqlı əmələ gəldi uşaqlar? 3 bucaqlı. Yəni 3 bucaqlı deyəndə söhbət nədən gedir? 3 dənə karbonu olanda adı nə olurdu uşaqlar? Siklo nə? Propan. Anladıq, siklopropan. Çox sadə, çox bəsit. Məsələn, başqa birini yazın uşaqlar. Başqa birini yazın. Tutaq ki, yazıram bura. Yenə uşaqlar, nə baş verəcək? Diqqətlə baxın. Natrium, yəni metal, gələcək halogenlər ikisini də aparacaq. Bu bromdan bu bromu aparacaq. Və nə əmələ gətirəcək uşaqlar? Natrium brom əmələ gətirəcək, düzdürmü? Özü neçə mol? 2 mol. 2 mol natrium brom əmələ gətirəcək. Bəs digər nə olacaq uşaqlar? Bu halogendən bu halogenə gəlin nömrələyin. 1, 2, 3, 4 dənə karbon var. Deməli, neçə bucaqlı çəkməlisiniz? 4 bucaqlı. Çəkdim. Sonra uşaqlar, baxın bu 4 dənədən neçəncidən sonra neçəncinin altında ya da neçəncilərin altında əlavə radikallar var. Bu nömrələdiklərimdən başqa yerdə hansılar qaldı və altından xətt çəkəcəm? Bir bu qaldı. Neçənciyə birləşib deyə sual versəm, nə deyəcəksiniz mənə? Bu CH3 neçənci karbonla birləşib? 4-cüyə. Bir də nə qaldı uşaqlar? Bax bu CH3 qaldı. Bu neçənciyə birləşib? 2-ciyə birləşib, düzdürmü? Onda belə edirəm uşaqlar. Burada özüm üçün nömrələmə aparıram. Ürəyin necəsə, məsələn, buradan götürürəm 1, bu olsun 2, buna deyim 3, buna da deyim 4. Hamısını olduğu kimi saxladım. Neynəyəcəm uşaqlar? Bax, bir ikincidən sonra, bax, ikincidən sonra xətt qoyub aşağıdakı CH3-ü yazıram. Bir də 4-cüdən sonra xətt qoyub, yenə CH2 yazdım. Vsyo, bitdi, getdi. Bu qədər sadə. Qalan hamısının yazısı CH2, buna da yazısı CH2. Niyə CH2 yazdıq desəz, yenə deyirəm. Çünki karbonun ətrafından 1, 2 xətt çıxıbsa 4 dənə olsun deyə 2 dənə hidrogen yazmalıyam. Bu karbonun ətrafından 2 dənə xətt çıxıb, ona görə 4 olsun 2 hidrogen yazmalıyam. Vsyo, bu qədər sadə, bu qədər bəsit uşaqlar. Bu da oldu nə? Çikloalkanların alınma üsulu. Bəs müəllimə, belə olsa, məsələn, indi baxın. Gözlüyümü biraz nazikləşdirim, çox əsəbi olsun. Olmasın, biraz balacalaşdırım. Desəm ki, bəs burdan nə alacaq uşaqlar? Çaşarsınız, deyərsiniz burdan da nə bilim 3 bucaqlı falan filan alınır deyərsiniz. Uşaqlar elə şey eləməyin ha. Siz dərhal deməlisiniz ki, burdan sikloalkan alınmayacaq. Niyə sikloalkan alınmayacaq? Çünki halogenlər neçəncilərə birləşib? Birinciyə, bir də ikinciyə. Yan-yanadılar. Müəllim nə demişdi? Yan-yana olanda nə alınır da? Halogen atomları yan-yana olanda alken alınır. Heç yazmamışam ki bunu. Yazmışam da, amma bax məsafəli olanda çikloalkan, amma yan-yana olanda alken alınır. Deməli onda burdan nə alınacaq? Bu heç maqnezium bromları götürüb birləşib maqnezium brom 2 birləşməsini əmələ gətirir. Bu heç. Amma burdan alınan maddə mən sizin üçün indi öyrətmək istəmirəm. Sadəcə belə yazırıq ki, alınıb alken. Yəni buradan sikloalkan alınmadı. Alkində hansı alken alınacağını artıq onu belə deyim də alkenlər mövzusunu keçəndə öyrədəcəm. Yəni bu sikloalkan olmadı. Yenə deyirəm, əgər yan-yanadılarsa halogenlər, onda oradan sikloalkan alınmır, alken alınır. Amma məsafəlidirlərsə, o zaman sikloalkan alınır. Uşaqlar, bu da oldu laboratoriyada alınması. Bitdi. Sənayede də alınması dedi, laboratoriyada alınmasını dedi. İndi uşaqlar artıq gəlirik, keçirik, başlayırıq bunların fiziki xassələri haqqında danışmağa. Görək bunun fiziki xassələri necədir? Bir dənə böyüdüm. Bunu silim. Aha, yaxşı. İndi keçdik uşaqlar. Gəlin uşaqlar fiziki xassələr haqqında danışaq. Yazıram bura. Fiziki xassələr.
Çox ciddi bir fiziki xassəsi yoxdur. Zaten alkanlarda bildiyiniz kimidir. Alkanlarda da biz öyrənmişdik ki, alkanlar nə edirlər? Suda pis həll olurdular. Həmçinin uşaqlar sikloalkanlarda nə edirlər uşaqlar? Suda pis həll olurlar. Suda pis həll olurlar. Yadınızı saxlayın. Həm alkanlar, həm də sikloalkanlar suda pis həll olurlar. Sonra uşaqlar, mən sizə nə öyrətmişdim? Demişdim ki, karbonun sayı 4-ə kimi olanlar, 4-ə kimi olan nümayəndələr aqreqat halı nə olurdu? Qaz halında 5-dən orada 15-ə kimi olanlar, uşaqlar, burada 10-a kimi olanlar maye halındadır. Yerdə qalan, yəni ondan sonrakılar uşaqlar 11 və ondan sonrakılar, onlar isə aqreqat hal olacaq bərk. Uşaqlar, bir dənə də burada qeyd deyirəm. Sikloalkanlar bitir. Yəni üzr istəyirəm, fiziki xassələr yəni bitir, mövzu bitmir. Bir də nə deyəcəm? Bunu yadınızda saxlayın uşaqlar. Ola bilər ki, sizə lazım olsun. Yazın bura bir dənə qeyd. Testdə bəzən sual verir, hansı üzv maddədir ki, orada hidrogenlə karbonun kütlə payı heç vaxt dəyişmir. Mütləq şəkildə yazı saxlayın. Sikloalkanlarda, bir də gözüm bunu qalınlaşdırım. Deməli, deyirik ki, sikloalkanlarda karbon və hidrogen atomunun kütlə payı heç vaxt dəyişmir. Yadınızı saxlayın uşaqlar. Əzbər. Deməli, deyirsiniz ki, sikloalkanlarda karbonun və hidrogen atomunun kütlə payı neynəmir uşaqlar? Heç vaxt dəyişmir. Sizdən soruşacaqlar ki, hansı özü birləşmədi ki, orada karbonla hidrogenin kütlə payı dəyişmir. Deyirsiniz ki, o sikloalkanlardır ki, orada karbon və hidrogen atomunun kütlə payı neynəmir? Dəyişmir. Bu da oldu uşaqlar nəyi? Deməli, fiziki xassələri.